Gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi 64 yaşlı Zakir Murtuza oğlu Əliyeva məxsus evdə baş verib. Evi söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon yanğından mühafizə hissəsinin 2 yanğın söndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın söndürənlər tərəfindən alovun tam evə keçməsinin qarşısı alınıb. Bu evim dayımın evidir. Əliyev Zakir Murtuza oğlu. Biz də bir qonşuydu, qapı qonşu. Keçdi, gəldi bura, gördü ki, aşağı ev yanır. Qonşuların köməyi ilə inşallah ki, biraz əliyyət edilərsə, saplayıb söndürmüşük. Yanğı söndürən gələnə qədər inşallah söndürmüşdük. İndi onlara gəlirlər, öz köməkləri əsirgəməli, inşallah yaxşıdır. Dayı ancaq ayaqları zaten möhkəm yanıb. Yanğın zamanı ev sahibi 64 yaşlı Zakir Əliyev və oğlu 29 yaşlı Murad Əliyev müxtəlif dərəcəli yanğın xəsarəti alıb. Onlar dərhal yanğınlar tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlər Zakir Əliyevin vəziyyətini orta ağır qiymətləndirir. Yanğının baş vermə səbəbi aidiyyatı qurumlar tərəfindən araşdırılır. Güney Zülfüqarova, İlqar Mustafayev, Bugün informasiya proqramı üçün.